Böyük qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndində birinci mərhələdə 635 fərdi ev istifadəyə verilib. Kəndə ümumilikdə 2522 nəfərin, yəni 615 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda əməkdaşımız Hülya Mirzəyeva Cəbrayıldadır. Məhz elə son məlumatları da əməkdaşımızdan alacağıq. Buyurun Hülya, söz sizdədir. Hər vaxtınız xeyir olsun, Reala baxırsınız. Real sizə Cəbrayıldan xəbər verir. Bərpa quruculuq işləri sürətlə davam edir. Bir neçə gün bundan öncə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva kəndin açılışında iştirak etdilər. Burada görülən bərpa quruculuq işləri ilə tanış oldular. Burada atmosfer çox gözəldir. Yeni evlər tikilib, artıq sakinlər öz doğma yurtlarına qayıdırlar. Kədər gözyaşları ilə çıxdıqları torpağa bugün sevinç gözyaşları ilə qayıdırlar və kənddə 635 fərdi ev artıq istifadəyə verilib və bura 2522 sakinin geri qayıtması planlaşdırılır. Daha ətraflı məlumatı bizə isə deməli Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov verəcək. Hər vaxtınız xeyir olsun Vüqar müəllim. Xoş gördük sizi Cəbrayılda. Cəbrayıla həyat yenidən qayıdır. Həyat dirçəlir burada. Burada atmosfer çox gözəldir. İstəyirik ki, daha ətraflı məlumatı sizdən eşidək ki, daha neçə sakin köçüləcək və hansı işlər görülüb? Deməli, məlumat üçün nəzərinizə çatdırdım ki, siz incə qeyd etdiniz ki, 635 ailəlik kənd tikilibdir. Ancaq kənd 1042 ailəlik baş plan üzrə layihələndirilmişdi. Yəni, ilkin mərhələdə 635-in tikintisi həyata keçirilmişdi. 2023-cü ilin məhz may ayının 4-də Cənab Prezidentin özünün iştirakı ilə Şükürbəyli kəndinin təməli qoyulmuşdu. Bir neçə gün öncə də 9 may günündə Cənab Prezidentin özünün şəxsən iştirakı ilə açılış mərasimi həyata keçirildi. Kənd vətəndaşlarına, cəmaatına açarlar təqdim olundu və kəndin tikintisində bunu nəzərinizə çatdırmaq istəyirəm ki, müəyyən infrastruktur layihələri həyata keçirilmişdi. Kəndin qaz, işıq, su təminatı, internet təminatı hamısı həyata keçirilmişdi və kənd daxili 25 kilometr yol tikilmişdi, 2 ədəd piyada körpüsü, 3 ədəd avtomobil körpüsü tikilmişdi və bunlarla paralel olaraq həmçinin də infrastruktur layihələri ilə yanaşı həmçinin də sosial obyektlər də tikilmişdi. Yəni 360 şagird tutumlu olan çox gözəl, möhtəşəm bir məktəb tikilmişdi. 2 ədəd, hər biri 80 nəfər tutumlu uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, 350 nəfərlik klub və musiqi məktəbi də tikilmişdir. Hansı ki, musiqi məktəbi Şərqi Zəngəzurda, yəni Qubadlı, Zəngilan, Cəbrayıl rayonları ərazisində həyata keçirilən layihələrdə ilk dəfədir ki, musiqi məktəbi də inşa olunmuşdur. Bu günləri artıq kənddə 107 ailə məskunlaşıbdır. Bu günləri daha növbəti bir 107 ailənin köç prosesi baş tutacaqdır. Bununla da 214 ailə bu 2-3 gün içərisində məskunlaşacaqdır. Əsl torpağın sahibləri öz ata-baba yurtlarına dönüb öz firavan həyatlarını davam etdirəcəkdir. Təşəkkür edirəm Vüqar müəllim. Xatırladım ki, mənim müsahibim Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov idi. Biz onunla Cəbrayılda görülən bərpa quruculuq işləri ilə bağlı həm söhbət olduq. Bir daha xatırlatmaq istəyirəm ki, biz hazırda Cəbrayılın Şükürbəyli kəndindəyik və burada atmosfer çox gözəldir. Sakinlər illər öncə çıxdıqları torpağa qayıdırlar. Burada həyat yenidən dirçəlir və mənim isə Cəbrayıldan çatdıracaqlarım bu qədər. Ancaq bir məqamı diqqətinizə çatdırmaq istəyirəm ki, gün boyunca Cəbrayıldan canlı bağlantılarımız davam edəcək. Ən son xəbərlərdən xəbərdar olmaq istəyirsinizsə, Real izləməyə davam edin. Təşəkkür edirəm. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Hülya Mirzəyeva idi. O, Cəbrayıldan bizə məlumatları çatdırdı.